Salam. Bu gün xəmiri çox yumşaq, eyni zamanda xırçıltılı olan çox dadlı pizza reseptini sizinlə bölüşürəm. Xəmirinin hazırlanması üçün 5 stəkan unun üzərinə 1 çay qaşığı duz, 1 çay qaşığı şəkər tozu, yarım stəkandan bir qədər az duru yağ əlavə edirik. Mayası üçün 1 çay qaşığı qədər qatığın üzərinə yarım çay qaşığı mayanı qarışdırıb əlavə edirik. Bu zaman maya daha tez aktivləşir. 1 stəkan qədər suyu da yavaş-yavaş əlavə edərək yoğururuq. Xəmirimiz yumşaq, ələ yapışan şəkildə olur. Bu xəmirdən 4 ədəd pizza hazırlamaq mümkündür. Ən az 2 saat mayalandırırıq. Bundan sonra digər ərzaqları hazırlamaya başlayırıq. Mən üzəri üçün pomidor, biber, sosis və pendirdən istifadə edirəm. Sos üçün isə tomat pastası, mayonez, duru yağ, yarım diş sarımsaq və keçilyotundan istifadə etdim. Əsl İtalyan pizzalarında keçilyotu vacib ərzaqdır. Sarımsağı isə zövqə görə əlavə edə bilərsiniz. Daha xoş dad verir. Pizzanın restoranlarda yediyimiz kimi dadlı olmasını istəyiriksə, mütləq xəmirini nazik etmək lazımdır. Xəmirini nazik şəkildə yayırıq. Yersiz qabarmaların qarşısını almaq üçün çəngəllə dəliklər açırıq. Pizzanın dadlı olması üçün ən vacib ərzağı pendiridir. Pendiri nə qədər bol, nə qədər çox istifadə etsəniz, daha da dadlı olacaq. Mənim qızım pendiri sevmədiyi üçün mən az istifadə etdim. Amma siz nə qədər çox eləsəniz, o qədər dadlı olar. Və pizza üçün mozzarella pendiri istifadə etməliyik. Xəmirini bu reseptlə etsəniz, ortası yumşaq, qırağı xırçıldayan xəmir əldə edəcəksiniz. İnanın ki, çox dadlı olur. Duru yağ, şəkər tozu mütləq pizza xəmirinə vurulmalıdır. Mənim qızımın sevdiyi şəkildə hazırladım üzərini, amma xəmirini bu şəkildə edə bilərsiniz. Çox incə, yumuşaq, qırağı fırçıltılı, çox dadlı pizza xəmiri alındı. İzlədiyiniz üçün çox sağ olun. Hazırlayan hər kəsə nuş olsun. Sağ olun.